Magilar salam. İdeyanız oğurlanıb yaxud yeni ideyanız var amma oğurlanmağından qorxursunuz? Bəs müəllif hüququ nə üçündür? Siz rahat gəzə biləsiz deyə. Bu gün müəllif hüquqlarından danışırıq. Qonağımız Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədlidir. Xoş gəlmisiniz. Salam, xoş gördük. Gəlin elə birbaşa mövzuya keçək. Müəllif hüququ nədir və nəyi qoruyur? Müəlliflik hüququ yaradıcılıq nəticələrinin müəlliflərinə və ya hüquq sahiblərinə verilən müstəsna hüquqdur. Müəlliflik hüququ məzmunundan, dəyərindən, ifadə formasından, təyinatından asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəllif hüquqları əsərin yaradıcılarına şəxsi, yəni qeyri-əmlak və iqtisadi, yəni əmlak hüquqları verir. Bu hüquqları istərdim ki, bir qədər açıqlayım. Şəxsi hüquqlara misal kimi əsərin müəllifi kimi çıxış etmək, əsəri öz adı ilə, təxəllüsü ilə və ya anonim ifadə etmək, əsərin məzmununun dəyişilməsinə və ya təhrif olunmasına qarşı çıxmaq hüququnu göstərmək olar. İqtisadi hüquqlar isə daha genişdir. Qanunvericiliklə müəlliflərə və hüquq sahiblərinə əsərdən istifadə ilə bağlı müstəsna hüquqlar verilir. Bu müstəsna hüquqlar bir sıra hərəkətlərin həyata keçirilməsinə icazə verilməsini və ya qadağan edilməsini nəzərdə tutur. Bəs bu hansı hərəkətlərdir? Bunu da bir qədər açıqlamaq istərdim. Bu, əsərin surətini çıxartmaq, əsəri tərcümə etmək, əsəri yenidən işləmək, dəyişmək, aranjman etmək, əsərin orijinalını və ya nüsxələrini yaymaq, satmaq, kirayə vermək, əsərin nüsxələrini idxal etmək, daha sonra əsəri kütləvi nümayiş etdirmək, kütləvi ifadə etmək və s. Bu hüquqlardan əsaslarından biri də əsərdən hər hansı bir istifadəyə görə müəllif qonarını almaq hüququdur. Gəlin prosesin özündən danışaq. Müəllif hüququ əldə etmək üçün bir məhsula görə müəllif hüququ almaq üçün hansı sənədlər tələb olunur? Müəlliflik hüququ sahəsində belə deyə ən qocaman, ən geniş yayılmış ədəbi və bədii əsərlərin qorunması haqqında Berin konvensiyasına görə müəlliflik hüququnun yaranması üçün hər hansı bir formallıq tələb olunmur. Bu, Azərbaycanda da nəzərdə tutulub. Yəni, müəlliflik hüququnun həyata keçirilməsi üçün əsərin qeydiyyatı tələb olunmur. Yəni, heç bir rəsmiyyət lazım deyil. Yəni, əsər yarandığı andan qorunur. Eyni zamanda bizim ölkəmizdə əsərlərin könüllü qeydiyyat sistemi mövcuddur. Yəni, müəlliflər, onların vərəsələri və ya hüquq sahibləri əsərləri, yəni kitab, şeir, musiqini, kino filmi, kompüter proqramlarını, rəsm əsərlərini Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə bilərlər. Qeydiyyat həm şəxsi, yəni müəllif şəxsən müraciət etmək bilər və yaxud da onlayn formada müraciət edə bilər. Hal-hazırda isə agentliyə gəlmədən elektron hökumət portalı vasitəsilə bu prosesi yerinə yetirmək mümkündür. Müəlliflər yalnız müvafiq ərizə ilə müraciət edilir və həmin əsərin rəqəmsal versiyasını təqdim edir. Bir nüansı da elə istifadə edib qeyd etmək istəyirəm ki, bu qeydiyyatın bilavasitə müəlliflərə böyük faydası vardır. Belə ki, müəlliflik hüququ sahəsində mübahisələr yarandığı zaman digər sübutlar olmadıqda Əqli Mülkiyyət Agentliyi tərəfindən verilən əsərin qeydiyyatı haqqında şəhadətnamə məhkəmələr tərəfindən müəlliflik prezumpsiyası kimi qəbul olunur. Müəllif hüququ nə qədər müddət qüvvədə qalır? Bayaq qeyd etdiyim kimi, müəlliflik hüququ əsərin yaranması ilə başlayır. Azərbaycanda müəlliflik hüququnun qüvvədə olma müddəti müəllifin həyatı boyu və onun ölümündən sonra 70 il davam edir. Müəlliflik hüququnun qüvvədə olma müddəti bitdikdən sonra əsər ictimai vardata keçir. İctimai vardatda olan əsərdən müəllif qonorarı ödəmədən
icazə almadan sərbəst formada istifadə etmək olar. Amma bu halda, yəni hər bir istifadə zamanı müəlliflərin bayaq qeyd etdiyim şəxsi hüquqları gözlənilməlidir. Çünki şəxsi hüquqların qorunması müddətsizdir. Bir nüansı da qeyd edeyim ki, Azərbaycan müəlliflərinin bəzi əsərləri müvafiq prosedur vasitəsilə dövlət varidatı elan edilə bilər və bu halda həmin əsərlərdən istifadəyə görə xüsusi ödənişlər tətbiq edilir. Azərbaycanda müəllif hüququnun pozulduğu məqamlar aşkarlanarkən hansı hüquqi addımlar atıla bilər? Yəni qanun bu prosesi necə tənzimləyir? Müəllif hüquqları pozulduğu halda müəlliflər, siz qeyd etdiyiniz onların vərəsələri və ya hüquq sahibləri Əqli Mülkiyyət Agentliyinə və ya məhkəməyə müraciət edə bilərlər. Agentliyə müraciət edən vətəndaşlarımız 960 çağrı mərkəzimizdən yararlanırlar. Agentliyə müraciət olunan zaman vərəsələrə, müəlliflərə, vətəndaşlara konsaltinq xidməti göstərilir, onlara məsləhətlər verilir və hüquqi yardım göstərilir. Son bir ildə agentliyə, yəni müəllif hüquqlarının pozulmasının halları ilə 19 belə bir müraciət olmuşdur. Hər bir müraciət zamanı bunlar agentliyin səlahiyyətləri çərçivəsində araşdırılır və müvafiq tədbirlər görülür. Qeyd edeyim ki, bir çox hallarda bu mübahisəli hallar qarşılıqlı anlaşma formasında həll olunur və pozulmuş müəllif hüquqları bərpa edilir. Bu mübahisələr artıq məhkəmə səviyyəsində araşdırıldıqda isə agentlik nümayəndələri, hüquqşünaslarımız üçüncü şəxs qismində məhkəmə işinə cəlb olunur və hüquqları pozulmuş müəlliflərin mövqeləri müdafiə olunur. Elnur bəy, çox sağ olun. İştirakınız üçün təşəkkür edirik. Buyurun, əgər əlavələriniz varsa eşitməyə hazırıq. Mən bir daha sizə təşəkkür edirəm ki, dəvət etmisiniz, bu mövzuya müraciət edirsiniz. Qeyd edeyim ki, müəlliflik hüququnun qorunması yaradıcılığı təşviq edir. Müəlliflər öz yaratdığı əsərlərdən gəlir əldə etdikdə bir stimul yaranır və onlar yeni-yeni əsərlər yaratmaqda həvəsləndirirlər. Bu isə öz növbəsində ümumilikdə cəmiyyətin, ölkə iqtisadiyyatının və kreativ sənayenin inkişafına təkan verir. Çox sağ olun.